Hamınıza salam dostlar. Yepyeni bir FC Mobile videosuyla sizin karşınızdayım. Bugün sizlerle bir yerde karşı atakta rank kasacağız. Ben dünya klasmana 5'im ve ben bunu 2 və yaxud da 3 saat ərzində elədim. Yeni gələn Division Rivals çox asandır. 3 oyun olduqdan sonra direkt o birisi mərhələyə atlayırsan. Bu da ki kasılmağın daha asan yoludur. İndi mən sizlərlə bir yerdə dünya klası 2 olmağa çalışacağım. Bu arada videomu bəyənib kanalıma abunə olub yorum atmağı unutmayın. İndi isə keçək oyunumuza. Oyun axtarır. İndi isə rəqib tapılacaq. Real Madrid qəlbə bir adamın ismi olan adam gəldi. Danışa bilmirəm. İsmi qəlb olan bir adam gəldi. Mən 105 genəm, o 100 gendir. Bu mənim üçün daha yaxşıdır. Bəlkə uda bildik bu. Wi-Fi biraz zəifdir. Pas verim. Qapısı çıxartdı. Aha, ən sevdiyim. Of. Ne girmədi o. Aslında girməliydi. Çox yaxın oldu. Kilman verdi Aytnuri 2-0. Dostlar, burada gen önemlidir. Çünkü mesela mənim qabağıma 110 gen bir adam gəlsə, onu udmağım daha çətin olacaq. Çünki müdafiəçisində çox güclü insanlar olacaq. Amma indi isə mənə 100 gen gəlir. Mənim komandamdan 5 gen aşağıdır. Bu isə mənə burada avantaj verir. Gördüğünüz gibi 5-1. Tilman yeni transferin golünü vurdu. Endrik vur. Yaşa. Endrikler 7-2 elətdik. İndi isə 7-3 oldu. Endrik yine çəkdi. Vurdu. 8-3. Şimdiliklə ilerleyirik. Şimdilikdən pas. Endrik'e keçmədi. Qapıcı özünü qabağa atdı. Aytnuri. İndi Endrik. Kesə bilmədi rəqibini. Tilmanla pas Endrik vurdu gol. Bəli dostlar, ilk oyundan 9-3 hesablı qələbə ilə bitiririk. İndi isə keçək ikinci oyunumuza. Buradan bizə bir ulduz verəcək. Dünya klası 4 oldu, bəli. Mascherano verdi. Bunu isə mən oyuncumun dərəcəsini yüksəltməkdə istifadə edəcəm. Takıma gələk. Burada dostlar, mən yüksəltmək istədiyim oyuncu Endrik'dir. Çünki Endrik hücumda olduğuna görə onun geni nə qədər çox olsa bizim üçün o qədər də yaxşıdır. 50% olasılıq var. Sizlerle mod deneyeceğiz, görev olacak mı? Bastım. Bəli, başarılı. Budur. 105 gen Endrik. Antrenmanda oyuncularım var, onları basacağım. Gördüğünüz gibi 125 sürət, 112 şut, 83 pas, 110 dribling, 40 defans, 92 fiziksel. Bu çok yaxşıdır. Geçək ikinci oyunumuza. Dostlar, bu arada siz karşı atak və yaxud da getək-getəkdə hansı kalibrirdəsiniz, yəni hansı dünya klassısınız, prosuz ya FC şampiyonsuz, bunu yorumlarda yazın və yaxud da ki mən kanalıma gələrsiniz, orada bir-birimizlə dost olarıq və klana yardım etmiş olarsınız. Bu oyundan sonra klanın adını göstərəcəm sizə. İstəsəniz oraya gələ bilərsiniz. Əgər klanda yer olsa. Dostlar, oyun dondu. Oyun çok pis dondu.
Dostlar kolumuzu vurmuşuq amma çox pis donub oyun. Yox, qol vurmamışıq. Pasımı verdim, vurdum və 1-0. Dostlar buna görə sizdən üzr istəyirəm. Çox pis MS var, ona görə donur. Ait Nuri'dən pas verdim Endrik'e. Endrik vura bilmədi. 101G. 101G neydi? Çaşdım. 1-0. Ait Nuri ilə çəkdik. Ait Nuri vurdu və 2-0. Dostlar gördüyünüz kimi ilk dəqiqələrdən 2-0 qabaqdayıq. 34 saniyə qaldı oyunun bitməsinə. 3-0 etdik. İndi Endrik'dən pas və gol. Endrik. Neylədim? Tilman'dan pas Endrik. Endrik vurdu. Endrik dondurma. Tilman uzaqlardan zərbə. Yalan keçdi. Maykon gəlir. Aldatdıq. Keçdik. Vurduq. Amma qol idi. Niyə saxladım? Heç bir şey olmaz dostlar. İkinci oyunumuzda 4-2 hesablı qələbə ilə başa vurduq və dünya klasmanı 4-də 2 yıldız olduq. Bir oyun daha atsaq dünya klasmanı 3 olacaq. Dostlar gördüyünüz kimi dünya klasmanı 4'dür və sıralamada bu dəqiqə ilk 250 gələndə 879-cu birinci yerdəyəm. 879-cu yerdəyəm və mən ilk günlərdə 100-ci yerdəydim. Sonradan kasmadım, bıraxdım. 1-2 saat bıraxdım, ondan sonra gördüm sıralamam daha da geriyə. Şu anda başladım kasmağa. Barcelona 5 mənim favori komandam gəldi qabağıma. Gördüyünüz kimi mənim komandam 105 gen, qabağa gələn komanda 98 gen və biz komandanı böyük ihtimalla udacağıq. Tilman'dan pas verəcəm. Bunun adını oxuya bilmirəm. Dostlar, bunun adını deməyəcəm ona görə. Vurdum. Qapıcı son anda çıxartdı. Ait Nuri'dan verdim. Vurdu, çıxartdı. Vurdu, gol. 1-0. Elə bir gəlib bu sarıya, başını darıya. Tilman. Vurdu, girmədi. Zıbadı, girmədi. Kampanya gəlir. Vurdum. Necə yəni? Buradan da Kapdevil gəlir. Vurdum və gol. 2-0. Çox rahat bir qələbə olacaq bizim üçün. Tilman'dan pas. Ait Nuri vurdu. Top üzərdən geçdi. Makelele vuracaq. Dexiya çıxartdı. Ait Nuri. Çox gözəl bir zərbə. Aklivici. Yenə deyirəm ama adımı deyə bilmirəm. Səhv deyə bilərəm. 4-1. Çox rahat bir qələbə olur bizim üçün. Alexander Arnold gəldi. Aldatdıq. Bir daha aldatdıq. Bir daha aldatmaq istədik. Olmadı, qapısı çıxdı. Müthiş fürsət. Endrik, pas və gol. Oo! Necə? İnana bilmirəm. O necə yaşandı? Və dostlar, üçüncü oyunu da o bir son kimi 4-2 hesabı ilə qələbə ilə başa vurduq və gördüyünüz kimi dünya klası 3 oldu. Dostlar, mən yenə də oynamağa davam edək. Dünya klası 2 olaq. Yenə maskelerle geldi və mən bunu bu dəfə dostlar kimdə istifadə edə bilərik? Bizim üçün önəmli olan Eder Militao. Bəlkə onda istifadə edə bilərik. Baxın biləm dostlar. Derece yüksəlt. Yox. Bəlkə Aridane. Bunda istifadə edə bilərik. 50%'dir. Bastım. Başarısızlık. Çok pis.
Ama eybi yok. Dünya klası 2 olsaq, eğer oradan da bir tane maskeron da gələ bilər. Buradan ödüllərə baxaq. Bəli, buradan da bir tane maskeron da gəlir. Buradan da maskeronla aldıqda yeniden oyuncuya basacağım və onu 105 kere eləməyə çalışacağım. Dostlar, belə videoların davamını gəlməni istəyirsinizsə, video beğenin, abone olun, yorum edin. %6 gen geldi. Bizden bir gen yukarı. Eybi yok. Belki bir ihtimal udduq. Məncə onu utabilməyəcəyik. Komandasında çok güçlü oyuncular var idi. Müdafiəsi çok güçlüdür. Pasımı verdim Endrik. Vur Endrik. 12'ye değdi. Salah var orada. Pasımı verdim. Vurdum. Of. Çok qəşəng bir gol var. Bir-birlədik. İndi Endrik gedir. Qapısında değildi. Çəkdi. Vurdu. 2-2. İkimiz de inanda gol atdıq. Endrik. Endrik'ten ara pası. Ait Nuri. Ait Nuri saxladı. Ait Nuri aldatdı. Ait Nuri çəkdi. Vurdu. Qayıtdı. Vurdu. Gol. 3-3. Endrik'in goluyla 3-3 oldu. Tilman. Tilman'dan aşma pas. Endrik. Endrik'ten vurdum. Çıxartdı. Dondurma. Pas Endrik'e. Vurdu Endrik. 4-4. 5-4 oldu. İndi isə vurdum. Qayıtdı. Endrik vurdu. Baksın üzerine. 6-4. Yani dostlar dediğim gibi arada bir olur. Uduzmak. Ama ki demişim ki ben bunu udabilmeyeceğim. Ve dediğim gibi oldu. Çünkü çok güçlü oyuncular var idi. 7-5. 8-5 hatta. Pas. Vur. Ay sanma. Yüksekten pas verdim. Tilman kaptı. Yeah. Dostlar şanssızlık getirdi. Son oyunu uduzduq. 3 oyun badal udduq, amma son oyunda çok pis bir şəkildə uduzduq. Bu günlük bu kadar dostlar. Sizlerle bir yerdə dünya klası 3'e kadar ulaştık və eğer videomu bura kadar izleyip sizə deyəcəydim, dünya klası 4'e düşdü uşaqlar. Eğer videomu bura kadar izleyip sizə yorumlarda bunu yazın və bu dəqiqəni etiketləyərək aşağıdan istədiyiniz sözləri mənə yaza bilərsiniz. Məsələn, gələn videomuz nə olsun, nə haqda olsun, bunu da bizə yorumlarda deyə bilərsiniz. Bu günlük bu qədər. Videomuz bura qədər idi. Sağ olun, salamat qalın. Videomu bəyənməyi, abunə olmağı unutmayın. Bay bay.